Salam dəyərli müəllimlər. Deməli, impulsa aid maraqlı bir suala baxaq. Bunlar hamısı bizim WhatsApp qrupumuzda müəllimlərin paylaşdığı suallardır. Mən də onu istəyirəm ki, video izahda verəm ki, müəllimlər daha aydın başa düşsün. Deyir ki, O nöqtəsi ətrafında çevrə üzrə bərabər sürətli hərəkət edən cismin K nöqtəsindən L nöqtəsinə gələnə qədər impulsun dəyişməsi P olur. Burada dayanıram. İndi baxaq. Müəllimlər, həmişə bax bunun ən gözəl variantını deyirəm sizə. Ən gözəl variantı bax. Paralel düz xətt çəkirsən. Bax paralel. Biz bilirik ki, sürət həmişə çevrəyə toxunan istiqamətdə yönəlir. İmpuls da çevrəyə toxunan istiqamətdə yönəlir. Yəni nə demək istəyirəm? Əgər əvvəlki impuls mv-dirsə, sonraki impuls da mv-dir. Sadəcə burada istiqamətlər dəyişir. Qiymət eynidir. Bu P0-dır. Bu isə P-dir. Aha, indi baxırıq. Bax. Deməli bu bucaq 60 dərəcədir. Buna paraleldir. Axı bax bu düz xətt, bu düz xətt buna paraleldir. Paraleldirsə, yəni ki 60-dırsa burada olacaq 60. İndi birinci hissəyə baxaq. Deməli nə edirəm mən? Bax bir dənə y çəkirəm. Baba bir dənə y oxu çəkirəm, bir dənə x oxu. Həmin vektorları ora paralel köçürdürəm. Bax P-ni köçürdüm bura. Oldu mv. Düzdür? P0-ı da olduğu kimi bura köçürdürəm bax. Olduğu kimi. Bu da olacaq mv. İndi bunun bax bunun. Bax bunun burayla əmələ gətirdiyi bucaq axı 90 dərəcə olmalıdır. Bax bu radius vektoruna perpendikular olur da sürət. Deməli onda bura olacaq 30 dərəcə. Onda belə çıxır ki bu bax x-la 30 dərəcə bucaq əməl gətirir. Plus bu da 90-dırsa, bu da 90-dırsa deməli ümumi 120-dir. Tamam, mən silirəm bunu. Deməli ümumi yazıram bura 120. Bax. Bura yazıram 120. Bura yazıram 120. Всё. Aha, indi bizə deyir ki, impulsun dəyişməsi bilirik ki, deməli bu oldu başlanğıc impuls, bu oldu son impuls. Deməli impulsun dəyişməsi P minus P0-dır. P-dən P0 çıxıramsa istiqamət P-yə tərəf yönəlir. Yəni bax bu vektor. Delta P. Bu bizə verir P. Yəni delta P bərabərdir P. Aha, indi bunu da tapmaq üçün mən gör nə edəcəm? Bax mən birinci delta P-ni taparam. Delta P-ni nətər tapacam? Delta P. Kosinuslar teoreminə görə. Deməli yazacağam kök altda. Elə bunların qiymətləri eynidir də. Rahat olsun deyə mən belə yazım buna, rahat olsun deyə. Bax buraya yazıram P'. Burada yazıram P'. Çünki qiymətlər eynidir də, dəyişmir. Aydındır. P'. Всё. Deməli olacaq P' kvadrat plus P' kvadrat minus olacaq 2 P' vur. Kosinus 120 dərəcədə verir. Deməli mənfi sinus 30. Mənfi sinus 30. Bu olacaq plus. Buradan da bərabər olacaq. Kök altda P, o da P. 2P. Sinus 30-da 2-də 1 verir. Deməli o da P kvadrat. P kvadrat 1, 2, 3 dənə P kvadrat alındı burada. Yəni P' kvadrat. Onda bu da bərabər olacaq. P' kök altda 3. Deməli bu bərabər nə verir mənə? Məsələdə verib bu bizə P-ni. Onda mən buradan P' tapa bilərəm də. P' tapsam olacaq. Deməli P böl kök altda 3. Bunu burada saxlayıram ehtiyata. İndi ikinci hissədə bizə nə deyir? Deyir, buna əsasən cismin Km arasındakı impuls dəyişməsini tapın. Bunu silirəm. Km. K-da yenə deməli impuls oldu P'. Burada da olacaq P'-da dəyişmir axı. Qiymət dəyişmir, istiqamət dəyişir. İndi gör nə edəcək burada? Bax müəllimlər. Deməli yenə bax bu nöqtəyə mən köçürdürəm bunu paralel. Vektora çıxanda nətər çıxır?
Bu oldu peştirik son. Lap başlanğıcda bunu belə çəkim ki, tam aydın olsun sizə. Bunun arasındakı bucaq da 180 dərəcədir. Deməli biz bilirik ki, P-dən P0 çıxanda istiqamət P-yə tərəf yönəlir. Yəni çıxılana tərəf bax. Onda delta P nə olacaq? Olacaq 2 dənə peştirik də. Bizdən də bunu soruşur da. Yəni KM arasındakı. Onda olacaq delta P bərabərdir 2 dənə peştirik. Peştirixi də tapmışam da. P böl kök altda 3. Deməli cavab olacaq 2P böl kök altda 3. 2P böl kök altda 3. Diqqətinizə görə sağ olun.